Hər kəsin tanıdığı, tarlalarda əsl güc simvolu olan Belarus 1221. Kapotun altında 6 silindirli turbo kompresor D260.2 mühərriki dayanır. Tam 130 at gücüdür. Bu güc sahəsində demək olar bütün ağır işlərin hamısını görür və heç də geriyə çəkilmir. Sürətlər kutusu mexanikidir, 16 irəli, 8 geri pillə. Ən əsası təkərlərin 4-də çəkir, yəni kesilməz yol yoxdur. Təchiz olunmuş kütləsi 5300 kiloqramdır. Ön ağırlığı sayı 10 ədəd, hər blokun çəkisi 45 kiloqram və ümumi 450 kiloqramdır. Yanacaq kutusuna gəlincə isə kabinanın altında 135 litr, sağ tərəfində isə 150 litr yanacaq çəni qoyulmuşdur. Sahədə tez-tez yanacaq doldurma məntəqəsinə getməyə ehtiyac yoxdur. Belşiklə brendinə məxsus təkərlərlə təchiz olunmuşdur, uzun ömürlülüyünə və dözümlülüyünə söz ola bilməz. Askı sistemi 4 ton yarım yük götürmə qabiliyyətinə malikdir. Siz lazerli mala, kötan, ağır diskli malalardan istifadə edə bilərsiniz. Bundan əlavə radiator, yəni soyutma sisteminin həcmi böyükdür. Traktorun ilkin ödənişi 17.920 manat ödəməklə siz də bu traktora sahib ola bilərsiniz. Sağ olun, salamat qalın.